Mən Gəncədə böyümüşəm. Aprel-may aylarında həmişə qulançar hazırlayıb yeyərdik. Özdə qulançarı sırf çığırtma formasında edəndə bəyənirdim. Bu yaxınlarda Instagramda paylaşanda belə başa düşdüm ki, qulançarı hətta tanımayanlar da varmış. İzləyicilərimin bir qismi isə tanıyıb, amma necə hazırlayacaqlarını bilmirdilər. Qulançarın elmi adı asparagusdur. İldə cəmi bircə dəfə aprel ayında çıxır. Faydası da say bitməz. Ona görə mövsümü ikən çalışın siz də hazırlayın. Qulançarı yuyub doğradıqdan sonra suda biraz pörtdətdim. Çox da qaynatmayın ki, bütün vitaminləri suya getməsin. Amma alarkən də çalışın körpə qulançarı alın ki, kötüyü çox bərk olmasın. Bərk hissəsi varsa ata da bilərsiniz. Kənarda isə kub doğradığım soğanları qovururam. İstəsəniz sarı köktə əlavə edə bilərsiniz. Qulançarı pörtləməyə qoydum. Biraz pörtlədikdən sonra isə soğanlarla birlikdə qızardacağam. Bilirəm ki, indi rəylərdə hamınız soruşacaqsınız ki, biz marketlərdə bunu tapa bilmirik və hardan ala bilərik. Meyvə tərəvəz yerlərini rahat şəkildə tapa bilərsiniz. Qulançarı vamotda qapağı örtülü şəkildə soğanla birlikdə bişməyə buraxdım. Burada isə 3 kənd yumurtasını qarışdırıb üzərindən əlavə edəcəm. Ləzzətinə ləzzət qatmaq üçün duz və istiot vurmağı da unutmursunuz. Üzərinə yumurtanı əlavə etdikdən sonra isə qapağını örtüb bir neçə dəqiqə gözləyirəm və salam, yeməyimiz hazırdır. Bilmirəm yeməklərdə sarımsaqlı qatıqla aranız varmı, yoxsa yox, amma bu yeməyinki sarımsaqlı qatıqdır, çox ləzzətli olur, mütləq siz də yoxlayın. Elə yeməklər var ki, tək ləzzəti ilə yox, həm də xatirələri ilə insana xoş təsir bağışlayır. Qulançar da mənim uşaqlığımdır.